Uzunluğu 8 metr, eni 6 metr olan otağın döşəməsinə hər tərəfdən 1,5 metr boş yer qalmaqla xalça salınmışdır. Döşəmənin açıq qalan hissəsinin sayəsini tapın. Tam bu otağın belə deyək, eni 6 metr, uzun 8 metrdir. Hər tərəfdən 1,5 metr qalmaqla xalça sərilmişdirsə, xalçanın eni olacaq 6 çıxılsın 2 dənə 1,5, yəni 3'ü çıxırıq 3 metr, xalçanın eni 3 metrdir və 8 çıxılsın 2 dənə 1,5, yəni hər tərəfdən 1,5 qaldığı üçün üst-üstə 3 metr eləyir. 8-dən 3'ü çıxsaq 5 qalar. Deməli, xalçanın uzunluğu da 5 metrdir. Bizdən döşəmənin açıq qalan hissəsi soruşulur. Deməli, otağın sahəsindən xalçanın sahəsini çıxsaq, boş qalan hissəni taparıq. 48 çıxılsın 15 bərabərdir 33.